Salam, xoş gördük sizi yeni futbol layihəmizdə. Məndən solda Rüfət və Orxan bugün qarşılaşacaqlar. Qaydalarla tanışsınız, istəyirsinizsə qısa olaraq izləyicilərimiz üçün də qaydaları nəzərinizə çatdıraq. 30 sual səsləniləcək, 20 sual variantlı, 10 sual isə variantsız şəkildə olacaq. Variantsız şəkildə qapalı suallar 2 xal, variantlı şəkildə olan suallar isə 1 xal sizə xal qazandıracaq. Səhv cavab verilən variantlı suallarda 1 xalınız çıxılacaq. Qapalı suallarda isə əgər rəqib səhv cavab verdisə, rəqibi cavab vermək hüququna malikdir. Qaranlıq bir yer qalmayıb. Elə isə biz başlayaq. Birinci sual. Boyan Krkic bu klublardan hansında çıxış etməkdir? Mainz yoxsa Freiburg. Düzgün cavabdır. İkinci suala keçid alıram. Diego Forlan Manchester United klubuna hansı klubdan transfer olub? Villarreal yoxsa Independiente? Villarreal. Yox, Independiente'dən. Villarreal yox idi, ona görə məncə variantları sonuna qədər qulaq asaq. Independiente klubundan transfer olunub. Üçüncü sual. 2019-2020 mövsümündə Premier Ligada bombardir hansı futbolçu olub? Jimmy Vardy yoxsa Aubameyang? Vardy. Bəli, 23 golla Jimmy Vardy bombardir olub. 2011-ci ildə FIFA tərəfindən hansı futbolçu ilin 11-liyinə seçilmişdi? Nemanja Vidic yoxsa Rio Ferdinand? Vidic. Bəli, doğru cavabdır. Nemanja Vidic ilin 11-liyinə seçilib. 2020-ci ildə FIFA tərəfindən hansı futbolçu ilin 11-liyinə seçilib? Mbappe yoxsa Lewandowski? Lewandowski. Bəli, Orxan düzgün cavabdır. 2015-2016 mövsümündə La Ligada hansı klub çempion olub? Real Madrid yoxsa Barcelona? Barcelona. Bəli, doğru cavabdır. Orxan, rəqibə heç bir şans vermirsən. Mən Bir qədər gecikir. Mən çox zəifəm bu məsələdə. Düyməni basmaqda bir qədər gecikir. Keçirik növbəti suala. Bu hücumçulardan hansı karyerasında daha çox gol vurub? Adriano yoxsa Alvaro Recoba? Buyur lütfən. Adriano. Yox, Alvaro Recoba 156 gol vurub, Adriano 122 gol. Bu ölkələrdən hansı dünya çempionluğunu daha çox qazanıb? İspaniya yoxsa Fransa? Fransa. Hə, qardaşdır. Fransa. Bəli, doğru cavabı təbrik edirəm. Bu klublardan hansı Çempionlar Liqasını daha çox qazanıb? Inter yoxsa Benfica? Benfica. Benfica. Orxan, yanlış cavabdır. Inter daha çox Çempionlar Liqasını qazanır. Benfica 2 dəfə, Inter 3 dəfə. Növbəti suala keçid alırıq. Bir xal silindi sənin aktivindən, onu da nəzərinə çatdırım. Xal hesabı nəzərə çatdırım onda mən. Orxan, 4-1 hesabı ilə rəqibini hələ ki məğlub edirsən. Rüfət bir qədər daha aktiv olsun, mənim fikrimcə hesabı bərabərləşdirə bilərsiniz. Davam edirik. Luka Modric hansı Bosniya klubunun formasını geyinib? Jirinski yoxsa Železničar? Železničar. Xeyr, Jirinski də çıxış edib, 22 oyunda 8 dəfə fərqlənib. Bir xal silindi Rüfət aktivindən, növbəti suala keçirik. Premier Ligada 2017-2018 mövsümünün bombardiri hansı futbolçu olub? Harry Kane yoxsa Salah? Buyur Orxan. Harry Kane. Yox, Məhəmməd Salah olub. 2017-2018 mövsümünün bombardiri. Keçirik növbəti suala. Galatasarayda bu futbolçulardan hansı daha çox gol vurub? Didier Drogba yoxsa Victor Osimhen? Kim? Orxan. Basılmadı. Drogba. Yox, Osimhen. Osimhen keçir. Keçirik növbəti suala. Bu dəfə sual Orxan Fənərbağçı haqqındadır. Nikola Anelka Fənərbağçı klubuna hansı klubdan transfer edildi? Chelsea. Yox. PSG və Manchester City variantları var idi. Manchester City-də çıxış edərkən Fənərbağçıya gəldi. Okay. Keçirik növbəti suala. Beşiktaş klubu Quaresmanı ilk dəfə hansı klubdan transfer etdi? Qətər klubudur deyəsən. Mən nəsə elə yadımdadır. Orxan, variantları gözləmədim axıra qədər sayım. Inter yoxsa Porto variantları var idi. İlk dəfə Interdən gəldi. Interdən. Bəli, Interdən gəlib. Hesab hal-hazırda 0-0-dır. Çox maraqlı yarış gedir. Orxan, düz cavab verdiyin səhvlərin nəticəsində də silinir düzgün cavabların. Keçək növbəti suala. Hündür boyu ilə seçilən Peter Crouch bu klublardan hansında çıxış edib? Aston Villa yoxsa Brighton? Buyur Fərid. Aston Villa. Bəli, Aston Villa'da çıxış edib. Keçirik növbəti suala. Çempionlar Liqasının son finalında Real Madridin ilk qolunu hansı futbolçu vurmuşdu? Vinicius Junior. Yox. Yox. Carvajal və Vinicius Junior variantı var idi. İlk qolu Carvajal vurmuşdu. Başla. İkinci qol isə Vinicius Junior fərqlənmişdi. Tələskənlikdən Orxan səhv cavab verdin. Keçirik növbəti suala.
Çempionlar Liqasında ən çox qırmızı vərəqə almış futbolçu kimdir? Ronald Koeman'dır məncə. Yox. Variantları oxumadan Orxan cavab verirsən. Sergio Ramos daha çox qırmızı vərəqə alıb. Keçirik növbəti suala. 2021-ci ildə FIFA tərəfindən hansı futbolçu ilin 11-liyinə seçilmişdi? Mbappe yoxsa Messi? Buyur Orxan. Messi. Bəli, doğru cavabdır. Keçirik növbəti suala. Harry Kane bu klublardan hansında oynayıb? Swansea City yoxsa Norwich? Norwich. Bəli, Norwichdə oynayıb. Və biz variantlı sualları bitirdik. Hal-hazırda hesab 2-1 Rüfətin xeyrinədir. Bizim yerdə qalır 10 sualımız. Qapalı sual olacaq, variant olmayacaq. Yəni variantı gözləmənizə ehtiyac yoxdur. Doğru bildiyiniz cavablar 2 xal olacaq. Doğru cavab verməsəz, rəqib cavab versə, rəqibə də 2 xal hesablanacaq. Başlayaq. Başlayaq. Elə isə başlayırıq. Ləqəbi ürəklər olan Şotlandiya klubu hansıdır? Hearts. Bəli, doğru cavabdır. Keçirik növbəti suala. Qarabağ klubu 2014-cü ildə hansı klubu keçərək ilk dəfə Avropa Liqasında Rusiya qazandı? Deyə bilərəm. Bəli. Twente. Bəli, doğru cavabdır. Keçirik növbəti suala. İspaniya La Liqasında hal-hazırda sonuncu pillədə olan klub hansıdır? Buyur Orxan. Valladolid. Bəli, doğru cavab. Valladolid 16 xalla böyük ehtimalla Segundanın yolunu tutacaq. Keçirik növbəti suala. Arda Güler Real Madriddə neçə nömrəli forma geyinir? Buyur Orxan. Hal-hazırda. Bəli. 15 nömrə. Bəli, doğru cavabdır. Keçirik növbəti sualımıza. Luka Modric Tottenhamə hansı klubdan transfer edildi? Kim bastı? İstəyirsiniz vara gedirik. Biz vara gedirik. Görək hansı oyunçumuz daha tez düyməni basmışdı. Biz vara baxdıq və Rüfət daha tez düyməyə siz basmısınız. Sınamızlar. Bəli, doğru cavabdır. Keçirik növbəti suala. İtaliya A seriyasında hal-hazırda sonuncu pillədə olan klub hansıdır? Buyur Rüfət. Monza. Bəli, doğru cavabdır. Neftçi klubu Avropa Liqasının qrup mərhələsində Serbiyanın hansı klubu ilə eyni qrupda qərarlaşmışdı? Buyur Rüfət. Partizan. Bəli, doğru cavabdır. Keçirik növbəti sualımıza. Qarabağ klubu Çempionlar Liqasının qrup mərhələsindəki ilk qolunun müəllifi hansı futbolçu olub? Buyur Orxan. Pedro Henrique məncə. Bəli, doğru cavabdır. Roma klubuna qarşı Bakı Olimpiya stadionunda fərqlənmişdi. Və 2 sualımız qaldı. 12-7 hesabı ilə Rüfət rəqibiniz Orxanı məğlub edirsiniz və sualı səsləndirirəm. Chelsea Çempionlar Liqasını son dəfə qazananda qələbə qolunu hansı futbolçu vurmuşdu? Buyur Rüfət. Kai Havertz. Bəli, doğru cavabdır. Və sonuncu sual. Azərbaycan millisi son rəsmi qolunu hansı millinin qapısından keçirir? Buyur Orxan. Belarus. Yox, son rəsmi oyunda Slovakiya 1-3 məğlub olduğumuz oyunda və Rüfət 14-7 hesabı ilə Orxanı məğlub etdiniz. Təbrik edirik sizi. Təşəkkür edirəm. Təbrik edirəm. Növbəti ciddi bir rəqibidir və oyunun əvvəlində sübut elədi ki, yəni hesab aldadıcı ola bilər, amma kifayət qədər ciddi rəqibdir və əminəm ki, yəni o tempi qoruya bilsəydi, mən məğlub edəcəkdi. Təbrik edirik sizi də və sizi növbəti futbol yarışlarımızda biz gözləyirik. Buradan nəzərinizə çatdıraq ki, izləyicilərimizin belə 32-də 1 final mərhələsi ilə başlayan bir yarışmadır və irəlilədikcə artıq güclü rəqiblər, qaliblər bir-biri ilə qarşılaşacaq və sonda bir yekun qalibimiz olacaq.